Bu ilin yanvar ayı ilə müqayisədə oktyabr ayında Azərbaycanda ət və ət məhsullarının qiymətlərində böyük artım qeydə alınıb. Yenavaz.com xəbər verir ki, ən böyük bahalaşma konservləşdirilmiş mal ətində, sümüklü və sümüksüz mal ətində, həmçinin mal farşında müşahidə olunub. Məlumata görə sümüksüz mal ətin orta satış qiyməti yanvarda 17 manat 56 qəpik olduğu halda, oktyabr ayında 19 manat 30 qəpiyə yüksəlib. Bu isə 1 manat 74 qəpik artım deməkdir. Konservləşdirilmiş mal ətində isə qiymət 12 manat 85 qəpikdən 14 manat 45 qəpiyə yüksələrək 1 manat 60 qəpik bahalaşıb. Sümüklü mal ətinin qiymətində də diqqət çəkən artım var. İlin əvvəlində 14 manat 46 qəpik olan məhsul oktyabrda 15 manat 94 qəpiyə satılıb. Bu isə 1 manat 48 qəpik yüksəlişdir. Qoyun ətində artım 1 manat 2 qəpik, mal ciyərində 78 qəpik, suda bişmiş və hissə verilmiş kolbasa məhsullarında isə artım müvafiq olaraq 81 və 74 qəpik təşkil edib. Toyuq əti bazarında isə dəyişiklik minimal olub. Toyuq ətində qiymət artımı cəmi 5 qəpik, toyuq filesində isə 3 qəpik səviyyəsində qalıb. Əlavə toyuq məhsullarında ümumiyyətlə dəyişiklik qeydə alınmayıb. Ümumilikdə statistika göstərir ki, qırmızı ət və ət məhsulları segmentində bahalaşma daha kəskin, quş ətində isə qiymətlər əsasən stabil qalıb.